Gəlin fransız sayağı badamlı bulkalar hazırlayaq. Xəmir yoğuracağımız qabın içərisinə ilıq süd, maya, şəkər tozu və yumurtanı əlavə edib yaxşıca qarışdırırıq. Üzərinə un əlavə edib azca yoğurduqdan sonra duz və otaq temperaturunda kərə yağını da əlavə edib ələ yapışmayan xəmir əldə edənə qədər yoğururuq. Xəmirin üzərini selofan paketlə bağlayıb 2 qat qabaranadək mayalandıraq. Öncədən qabıqlarının rahat çıxması üçün badamların üzərinə qaynar su əlavə edib qabıqlar çıxdıqdan sonra qovurub blenderləyirik. İçilik üçün otaq temperaturundakı kərə yağının üzərinə şəkər tozu, yumurta, un, üyütdüyümüz badamlara əlavə edib qarışdırırıq. Keçək növbəti etapa. Mayalanmış xəmirin havasını almaq üçün yenidən yoğuraq. Gündələdiyimiz xəmirin dəzgaha yapışmaması üçün bolca unlayıb nazik olmayacaq şəkildə dörtkünc formada oxlovla yayırıq. Hazırladığımız kremi xəmirin hər bir tərəfinə qoyub şpatel və yaxud da qaşıq köməkliyi ilə bərabər yayırıq. Xəmirin yuxarı və aşağı künclərinə mərkəzə doğru qatladıqdan sonra lent kimi kəsib hər bir lenti gül kimi diyirləyirik. Soba listinə qoyduğumuz bulkaların üzərinə yumurta sarısı çəkib zövqə görə badam ləçəkləri əlavə etdikdən sonra 180 dərəcədə üzəri qızarana qədər bişiririk. Aşağıda resepti qeyd etmişəm, hamınıza nuş.